Kəsə salam, hər vaxtınız xeyirli olsun. Bu günləri həmişə sizə deyirəm ki, mən normal həyatda qohumlarımla da belə zarafat edirəm. Amma heç çəkib sizə göstərməmişəm də. İndi bu günləri bir akım var, onu gördüm. Türklər eləmişdilər. Gərəksiz məlumatlar. Yığıb indi onları hər hansı birini yersiz bir məlumat verəcəyəm. Nə deyəcəklər, nə edəcəklər bilmirəm. Başlayaq, yığay. Birinci kimi yığım? Kimdən? Anamı da yığacağam, o heç. Dayım qızını yığıram. Ona nə sual verim? Nə sual verim? Hə. Görək nə deyəcək. Açmır. Aç. Alo. Aytaz necəsən? Sağ ol bacı, sən necəsən? Gör nə deyirəm. Aytaz, bir şey öyrənmişəm, deyim onu sənə deyim. Aha. Mavi rəngi görə bilən tək quş bəyquş imiş. Çox fikirləşdim buna. Dedim səni məlumatlandırım da, yeganə quşdur ki. Mənim nəyimə lazımdır məlumat? Bəyquşda mənə nə? Yox, bilməlisən də, dedim, yəni mən bilirəm, dedim sənə də öyrədim. Sən bilirsən elə bəsdir. Bizim daxilimiz sənsən, nə oldu? Səndən soruşuruq. Ay sağ ol, hə gördün, o istədi məlumatlandırdım səni. Sən yaz dəftərimə, səndən soruşarıq. Yaşlıyam, Mən də dedim, bilirdim bu xəstədir, bəlkə mənim qızmama görə zəng vurur, məndən maraqlanır. Bəyquş. Dediyi sözə bax da sən. Yəni bunu bilməyi istədim, ona görə dedim yığım sənə. Sağ ol bacı, Allah köməyin olsun. Sən bu dünyada belə bizə hörmət elədin. Bunu dedin mənə. Mən bunu bildim, məlumatı o dünyaya rahat gedə bilərəm. Hə, yaxşı. Özün də qızımın var, bilmək olmaz, nə olur, nə olmaz. Ən azı bunu bil. Heç bir şey. Bu məlumata gülürəm. Bu məlumatı sənə bilgiləndirdim, ona görə öpürəm səni, özünə yaxşı bax. Sağ ol, mən də öpürəm səni. Sağ ol. Gördünüz, heç demədi ki, robusunu. İndi ən təhlükəsini yığıram. Görüm o mənə nə deyəcək. Buna nə sual verim? Sualları burada qoymuşam. Nə? Buna nə sual verim? Hə, göstər. Bu biraz şey deyil də, biraz mənə soya bilər. Aç da. Kız aç. Normalde bir dəqiqə açarlar zəngimi. Yatıb. Səyi. Hə? Yatmışdın? Yox, yatmamışdım. Əsərdim. Hə, sənə dedim bir şey deyim. Səyi. Çərçələrin arxa ayaqlarında deşiyi var. Onunla eşidilmişlər. Hə, nə olsun? Deyim o sənə deyim də. Mən sənə demişdim, bəyəm araqlar. Yo dedim yani deyim de demək çərçi ayaqlarının arxa ayağında özdə deşiyi var, onunla eşidirlər. Onunla eşidirlər. Bildim, yəni olsun ki. Sənə demək istədim də, yəni deyim məlumatın olsun. Məncə maraqlı. Mən nəyimə lazımdır oradan eşidir, ya eşitmir. Mən sənə demişəm ki, biz sağ ol, bir dənə bunu maraqla məncə. Mənə dəqiq lazımdır. Sən mənə zəng vurmuşsan ki, hayda sahib, öyrəndim, bəs belə dedilər. Mən lazım ki, hardan eşitsin də. Yəni dedim biləsən də, narahat edimsə heç bağışla, amma bunu deyim bəlkə xoşuma gəlir. Mən nə başladım, niyə Allah eləməzsən, mən narahat edəməm. Başa yəni dedim ki, məncə maraqlı deyil, hardan eşitsən, mən eşitsən. Ən azından bildin də bundan sonra. Bir yeri soruşsalar deyə biləcəksən. Kim soruşsa da, kimin nə lazım səhvdə hardan eşidir? Dedim biləsən də, Səyi, yəni sən məlumat xoşlayırsan axı məlumatları, bir şey olmaz. Yəni dedim biləsən də, niyə bir şey edirsən axı? Çünki nə boyda məlumat verdim sənə? Mən ortam açmadı, xahiş edirəm. Yo, yaxşı, sevirəm səni. Hə, mən də. Hə, öpürəm səni. Sağ ol. Sən şey demirlər, bula bilirlər çəkirlər. Elə birini yığıram ki, dayım qızı Səbiş, hamınız onu tanıyırsınız, Alma xanım kimi. Bu da biraz şey qarşılaya bilər, amma fərq eləmir. Yığıram və hər şeyə razıyam. Nə olar, nə olmaz. Buna nə deyim? Aha, bildim. Yine nə deyəcəm. Bu da deyinə bilər məndən, hər nə deyə bilər, amma yenə də hər şeyi göz almışam. Aç, bu tez açır. Tez açır, belə nə olur olsun, iki əli qanda da atıb cavab verəcək. Və dediyim qadın, hə. Səbi necəsən? Yaxşıyam, bacı, sən necəsən? Səbi gör nə deyirəm, qara milçəklər var ha. Ha. Fa notu ilə vızıldayırlarmış. Ay, sağ ol. Yine bu yaşda bunu bilmirsənsə bu pisdir. Yaxşıdır, səndə irəliləyiş var bacı. Ancaq qara milçək hara gəlir onu da bilirsən də yəqin ki. Hara gəlir? Sən onu harda gördün? Amma demə o vız edilmişlər, fa notuymuş onda Səbi. Bunu bildim, dedim o nə qəribə bir şey. Səndən də bir şey edeyim, məlumatlandırım. Sağ ol bacı, çox sağ ol. Mən də məlumat elədim. Nə fırıllağım var, onu Allah bilsin. Heç bir şey yox, dedim sənə demək istədim. Bilirsən mən nəyi bilsəm sənə deyirəm birinci. Çox sağ ol. Mən sənə bu yerlə göyə qədər minnətdaram ki, sən belə bir şeydə mənə yenə də maarifləndirdin. Çox sağ ol, çox sağ ol. Sadəcə də özümü harda görəcəm, Allah bilsin. Yo, heç bir şey yoxdur, heç şeyini görməyəcəksən. Sevirəm səni.
Adam seni danışmaya qorxur. Vallahi sen telefonumu götürmeye qorxur. Bir şey yoktu. Hələli. Mən sağ ol Batu. Çox sağ ol Batu. Çox sağ ol. Sən sağ ol. Var hiss edirlər. Yığıram anacığımı. Anacığım. Cığım götürsün. Alo. Ana. Alo. Ana. Ha. Hey ana. Gör nə deyirəm? Ha. Ana dünyadakı toyuq sayı insan sayından çox imiş. Ne diyeyim ben? Ben toğ saklayacağım. Gidin kızı git. Yo. İnsan Toyuq. Ben ne diyeyim? Hiçbir şey demeyim. Sözlü dedim de sana da hiç de demək olmur. Deyirəm ya toyuq sayısı insan sayından çox imiş. Ben sana demiştim ki mesela toğu sayılı öreceğim melezine. Yo. Ben metroda yol cayırım dırı yığırsan beni. İnsan sayı toyuq sayının çoxdu da neyim? Heç nə eləməyib bunu bilməyin dedim. Bəlkə dedim bilmək istəyərsən də dedim. Bir zaman sual veremem cevap veremem ki çoxdu insanlar. Hə, yəni bildim. Çiz senin başı var. Çiz olsun başı var. Alaya yol gedirəm. Ben minmişəm metroya. Yol gedirəm yığıb ki toyuq çoxdu insanlar. Sen de mi çoxdu insanlar? Ben neyim? Ay mən niyə pərdəliyəm? Söz bilən kimi dedim ilk sənlə şeyin bölüşümdə. Nə var ki burada? Sen bilirsən ki ben metrodayım. Bu metrodaysan, sən yoldasan, nədirsən? Adam metroya gezirəm də, metroya gezirəm. Adamı hardan bilim? Mən sənə nə qoşmuşam? Hardan bilim ki getsən yoldasan? İndi bildim toyuq sayı çoxdu. İndi mən neyim? Çara gezirəm. Metroda gezirəm. Bəlkə metroda biri səndən soruşsa, ay xanım, səncə toyuq çoxdur, insan çoxdur deyəcəksən də. Ki sənin başına git köpək oğlum qızı. Sual verəm mənə bax. Adam kimi sual verəm adamı. Cavab verəm sənə də. Mənə sual verəcək xalaq. Çoxdur, adam çoxdur. Gül başı var. Ana bir dənə də birini də deyim ki, dünyada yeganə mavi rəngi görən heyvan bayquş imiş. Dedim ki, biləsən də bayquş mavi rəngi görə bilən tək heyvandır. Ha, bayquş mavi görür. Mən nə edeyim? Ben bayquş saxlayıram. Kim bayquş saxlayır, onu sən vurduran da. Eski bayquş saxlamır da. Ana bil də bil. Saxlayıram. Ay baş bu dönəm. Ay git oğlun qızı git. Mən yol gedirəm. Mən küçədə yanım çalım. Camaat mənim ağzımın içine baxır. Deyir ki, bayquşa mavi görür. Kırmızı görsün. Mən nə edeyim? Ya dedim də bil. Niyə səbləşsən axı? Nə var burada? Sen beni giz yerine koymuşsan Allah and olsun. Sen bilsen ben yol gedirəm. Ben əsəb üstə patlayıram. Soğudan donuram. Əllərim zan müşür. Tutmuşam bayquş. Kuş belə getdi. Bayquş belə getdi. Hələ biri də var ana. Qara milçək. Hələ biri də var. Qara mil. Ne kadar cirəbə deyir. Deyir. Evə gəlib pox qoyacam sənə qızanları bunu asla. Qara milçək. Fan notu ilə vızıldayır. Siz də qara milçək harda oturur, sitir basırır. Deyir fan notu ilə vızıldayır. Qara milçək vızıldı edir. O fan notuymuş. Milçənin adı fan notudur. Yox. Nə yaxşı bu milçənin adını axtarırdım hələ ki sənin başına. Day nə var? İnəkdən zatında bir şey bilirsən. Yo, bir də şey öyrəndim, çərkələrin Öləcək. Qarış qazan inəkdən. Yo, deyir çərkələr arxa ayağındakı deşik var, oradan eşidirlər. Sənin başıma. Ayağından eşidir, götündən eşidir. Mən neyinin başıma dönüm? Sən nə mənə bu sualları verirsən, mənə dəli sualları verirsən. Mənə dəli edirsən bu yaşda. Evlad olaraq öz vəzifə borcumu yerinə yetirirəm, değil mi? Götdən eşidir, götdən. Sən xəbərin yoxdur. O çərkələr götündən eşidir. Yəni demək istəyirəm ki, bir evlad olaraq öz evlad borcumu yerinə yetirirəm mən. Mən qaranlıq borcumu yerinə yetirdim, hamısı bunları bildim, yoxsa alim olacağım mən. Çünki alimliyə görə mən şey verəm, dəftərdə kağız verəm ki, mən universitetə qəbulləsinlər, alim olacağım mən. Yəni ana biri götündən eşidir, biri ayağından eşidir. Yəni dedim biləsən də yaxşı oldu ana. Biləcəyəm, məktəbə gedəcəm sabah, məktəbə gedəcəm.